En kiçik ortak bölünən, ən kiçik ortak bölünəni biz 5-ci sinifdə keçmişdik. Necə tapırdıq? Yəni 6 və 15-in ək obunu tapmaq üçün 6-nı bölünən ədədləri yazırdıq. 6, 12, 18, 24, 30, 36 və s. 15-ə bölünən ədədlər 15, 30, 45, 60 və s. Və bunların içərisində ortaq olanları seçirdik. Onları da ən kiçiyini götürürdük. 36 burada yazsaq 42, 48, 54, 60. Bunu nə üçün yazdım? Ortaqlarına baxaq. Bax 30 hər ikisində var idi. 60 da var, hər ikisində ortaq olan və sonsuz ədədlər olduğuna görə bunlara bölünən 60-dan böyüklər. Biz onların içərisindən ən kiçiyini seçirik. Yəni ən kiçik ortaq bölünən, deməli ək ob 6 və 15 bərabər olurdu 30-a. Ədədlər böyük olduqda isə bunu yazmaq əlverişli olmur. Ona görə də biz ək obun tapmaq qaydasını, yeni qaydasını öyrənirik. Necə edirik? Yəni eyni ədədlər üzərində həmin işi aparaq. 6-nı sadə vurğularına ayırırıq 2-yə, 3, 3-ə, 1. 15 3-ə bölünür. Çünki cüt ədəd deyil, 2-yə bölünməyəcək. 5, 5-ə, 1. Hər ikisində ortaq olanları qeyd edirik. 3, 3. Sonra böyük ədədi götürün. 6, 15 bərabərdir. Böyük ədədin özünü götürün. Yəni 15-i. Kiçikdə hansını qeyd etməmişdim mən? Baxın, bax 2 qeyd olunmayıb. Görürsünüz? Bunu başqa rənglə də qeyd edim. Bax 2-ni əvvəlcədə hər ikisi yox idi da 2 burada qalıb tək. Həmin o 2-yə vururuq. 15-i vururuq 2-yə bərabərdir 30. Deməli yenə də gördünüz 6 ilə 15-in ək obunu 30 tapdıq. Gəlin başqa bir misal üzərində bir də baxaq buna. İndi 60 və 24 ək ob. Ək ob 24, 60. Yine hər ikisini sadə vurğularına ayırırıq. 24 cüt ədəddir, 2-yə bölünür. 12, 2-yə, 6, 2-yə, 3, 3-ə, 1. 60-ı sadə vurğularına ayırırıq. 2-yə, 30, 2-yə, 15, artıq 3-ə, 5, 5-ə, 1. Hər ikisində ortaq olanları qeyd edək. 2, 2, 2, 2, 3, 3. Bayaq nə dedik? Böyük ədədi götürürük. 60 vurulsun. Kiçikdə hansını qeyd etmədim? 2-ni. 60 vurulsun 2 bərabərdir 120. Bəzən uşaqlar nədə çaşdırırlar? Məsələn, kiçik götürüm. 30-60 götürək. Ək ob 30-60. Qayda keçəndən demişdik ki, əgər bir ədəd digərinə bölünürsə, ək obu onların böyüyünə bərabərdir. Yəni 60 30-a bölünür. Ona görə elə bu ək obu 60-a bərabər olacaq. İndi bunu tapa bilməyəndə sadə vurğularına ayrılırlar. 62-yə, 15, 3-ə, 5, 5-ə, 1. 62-yə, 32-yə, 15, 3-ə, 5, 5-ə, 1. Hər ikisini qeyd edirik. 2, 2, 3, 3, 5, 5. Bax, bunda çaşırlar ki, bəs böyük ədədi götürdük, kiçikdə qalmadı, deməli heç nə yazmırıq. Elə 60 olur. Yəni bunu sadə vurğularına ayırmadan da tapırıq. Sadəcə bəzən görə bilmirlər, bu ədəd digərinə bölünür, ayırdır. Uşaqlarda çaşqınlıq yaradır ki, axı böyük ədədi götürdüm, kiçikdə heç nə yoxdur. Çünki bunun bölənləri artıq onun içərisindədir. O böyük ədəd buna bölünür. Ona görə elə əvvəlcə ilk olaraq sizə ədədlər veriləndə baxın, görün, biri digərinə bölünürsə, elə böyüyünü ək ob kimi götürün. Gəlin çalışmalarına baxaq. Buradakı çalışmamızda ədədlərin sadə vurğuları ayrışından istifadə edərək artıq həmin ədədləri bizə ayırıb bilmir. Ədəd nədir? Yəni sadəcə ayırdı sadə vurğularına. İndi bunların ək obunu tapmağı istəyir bizdən. Yəni işimizi biraz da rahatlaşdırıb sadə vurğularını yazıb
Eyni qaydanı burada da təkrar edirik. Ortaq olanları qeyd edirik. 2, 2, 2, 2, 5, 5. Bayaq biz böyüyü götürürdük ya, fərq yoxdur. Yəni kiçiyini götürüb digərində olmayanı vurarıq. Məsələn, 6 ilə 15-in üzərində izah edeyim. 6 2-yə 3, 3-ə 1, 15, 3-ə 5, 5-ə 1. Yəni kiçiyi götürüb də 6-nı götürüb, burada 3, 3 hər ikisində ortaq olan kiçik ədədi götürüb, böyükdə hansı yox idi? 5-ə vuraram 30. Və ya böyük ədədi götürdüm 15-i, kiçikdə hansı yoxdur? 2. Yəni hansını qeyd etmədim də dairəyə almadıq. O da bərabərdir 30. Hər ikisini də eyni edir. Yəni nəyə görə bunu dedim? Çünki burada bilmirik hansı ədəd böyükdür, hansı kiçikdir. Hesablamağa da ehtiyac yoxdur. Ortaq olanları qeyd etdik. Sonra ədədlərdən birini yazın. Məsələn, istəyir A-nın vurğularını yazıram. 2, 2, 3, 5. Digər ədəddə hansını qeyd etməmişəm? 7-ni. Bunu da 7-yə vururuq və cavabını hesablayırıq. Bu da bərabər oldu 420 A variantında. İndi B variantına baxaq. Burada da cavabları qeyd edirəm, yoxlayırsınız. B-də 3, 3, 3, 3, 11, 11. Yine ədədin birini götürürəm. 2, 3, 3, 11. Digərində hansını qeyd etmədim? 5-i. Bunu da hesablayırıq. Bu da 990. C variantında 2, 2, 5, 5, 7, 7. Yenə birini qeyd edirəm hamısını. Yəni 2, 3, 3, 5, 7. Digərində hansıları qeyd etmədim? 2 və 7. Bu da oldu 8820. Yəni bu da C variantının cavabı. D variantında 3, 3, 7, 7, 11, 11. Yine birini götürürəm hamısını. 3, 7, 11. Vurulsun. Digərində hansını qeyd etmədim? 3-ü. Bunun da cavabı oldu 1386. Verilmiş ədədləri sadə vurğulara ayırmaqla ən kiçik ortaq bölünənini tapın. Birini qeyd edəcəm. Digərlərini də sadəcə cavablarını qeyd edib yoxlamanız üçün. Hansını yazaq? 42, 63. Bax bunu sadə vurğularına ayırıram. 42, 2-yə 21, 3-ə 7, 7-yə 1. 63, 3-ə 21, 3-ə 7, 7-yə 1. Hər ikisində ortaq olanları qeyd edək. 3, 3, 7, 7. Böyük ədədi götürdüm 63. Kiçikdə hansını qeyd etmədim? 2-ni. O da bərabərdir 126. Deməli bunların əkovu oldu 126. Digərlərinin cavablarını qeyd edirəm, yoxlarsınız. Hamısının cavabını qeyd etdim. Qayda da yəni eyni qayda ilə hesablarsınız. 36, 80, 120, 120, 72, 210, 429, 126, 140, 180, 720, 350, 270, 180, 600. Bizə bir qısa yolunu da deyim ki, bax məsələn 90 ilə 80-ə əkov tapdıqda hər ikisində ortaq olan 10. Onun mötərizi xaricinə çıxardaraq yazaram 10 əkov 9, 8. 10 vurulsun. 9-dan 8 qarşılıqlı sadə ədədlərdir deyə onların əkovu hasili olur. Yəni 72. O da bərabərdir 720. Başqa birində göstərəm. Bax məsələn 35 ilə 50-də. İlk olaraq gördüyüm hər ikisində ortaq 5-dir. 5 vurulsun əkov 7 ilə 10 qalır. 7 ilə 10 qarşılıqlı sadədir deyə onların əkovu 70 olur. O da bərabərdir 350. Məsələn bax 45-dən 54-ə. 45, 54. Hər ikisində 9. 9 vurulsun əkov
9'u çıxartdıq. 5, 6. 9 vurulsun. 5 ilə 6'nın da kökü qarşılıqlı sadədir deyə 30 olur. Bunu da vurduq. 270. Hesablama parmadan cavabların səhv olduğunu Əkob 11. Axı 11 22'ye də bölünmür, 200'ə də bölünmür deyə yanlış. Sonra 22 ilə 200. 44 22'ye de bölünmür, 200'ə də bölünmür, yanlışdır. 201 22'ye də bölünmür, 200'ə bölünmür, yanlışdır. Yəni bu aldığımız buradakı Əkob hər ikisinə bölünməlidir. Şahid tapın və cavabınızı əsaslandırın. Bir ədəd digərinə bölünürsə Əkobu böyüyüdür. Yəni bu bərabərdir 30. 80 20'ye bölündüyünə görə 80. 96 48'e bölündüğüne göre 96, 360 120'ye bölündüğüne göre Əkobu 360 olur. Bu çalışmanı da eyni qayda ilə hesablaya bilərsiniz. Bayaq ki izah elədim. Məsələn birini yazım. 85 ilə 102. 85'in sadə vurğuları 5, 17, 102, 2, 3, 17. Ortak olanlar 17. Böyük ədədi götürürdük. Kiçikdə hansını qeyd etməmişik? 5'i. Yəni 102 vurulsun 5. O da bərabərdir 510. Digərlərində cavablarını qeyd edəcəm, yoxlayarsınız. Cavabları qeyd etdim. A-da 240, B-də 510, C-də 1560, D-də də 660. Verilən şərtlərə görə M və N hansı sadə ədədlər ola bilər? Demək, biz Əkobu tapanda qaydamız necədir? Ortaqları qeyd etdik. 5, 5 hər ikisində. Sonra neynədik? Yazırdıq ki, birinin vurğularını, digərində hansını qeyd etmədim? N-i. Bu da bərabərdir 105'dir. Yəni 5 mn bərabərdir 105. Buradan mn bərabərdir 105 bölünsün 5. O da 21. Yəni mn bərabərdir 21'ə. Burada da deyir ki, m və n hansı sadə ədədlər ola bilər? 1 ilə 21 ola bilməz. Çünki 1 nə sadədir, nə mürəkkəb. 21 özü mürəkkəbdir. 21'in vurğularının içərisində axtaraq. Onda m 3 ola bilər, n 7 ola bilər və ya m 7 ola bilər, n 3 ola bilər. B variantında yenə 3, 3, 7, 7 qeyd etdik. Ortaq olanları deməli yazırıq. 3 vurulsun, 7 vurulsun m. B-də olmayan qeyd etmədiyimiz n-dir. Onu da verib ki, Əkob 210'a bərabərdir. Yəni 21 mn bərabərdir 210'a. Buradan mn bərabərdir 10. Onda m 2 ola bilər, n 5 ola bilər və ya m 5 ola bilər, n 2 ola bilər. Növbəti 7-də bərabərliyin dəyişənin bir neçə qiymətini tapın. 20 olması üçün deməli 20'dən kiçikləri qeyd etməliyəm. 1 ola bilər, 2, 4, yəni 20'nin bölənlərin içərisində 5, 10, hər ikisinə bölünən ən kiçik ədəd olur da. Digərində B olması üçün artıq 20'dən böyükləri qeyd etməliyik. 40, 60, 20'ye bölünən ədədləri 80 və s. 40'nı bir ədəd digərinə bölünəndə Əkobu onların böyüyünə. Bax 40 ilə 20'ni yazsaq Əkobu 40 olacaq. Çünki bura 40 qoysam bu da 40 olmalıdır da. A variantında isə bura məsələn 2 qoydum. 2 ilə 20'nin Əkobu 20'dir. 4 qoysaq yenə elə. Burada isə K özünə bərabər olması üçün deməli 30'dan böyüklər olmalıdır. 60, 90, 30'a bölünən ədədlər. 120 yazsaq, bəli 60 ilə 30'un Əkobu 60'dır. 90 ilə 30'un Əkobu 90'dır.